bugün Türkiye'ye karşı, Türkiye ərazisinə qarşı həyata keçirilmiş və Gaziantep üzərində bu zərərsizləşdirilmiş raket hücumu bir daha onu deməyə əsas verir ki, İran öz ərazisinə tam şəkildə nəzarət etmir və nəzarət imkanları get-gedə zəifləyir və sabah bunun ağrısını, acısını İranın siyasi və hərbi rəhbərliyi çəkəcək. Buna görə İran son dərəcə əgər müharibə aparırsa, öz düşmən saydığı qüvvələrə, belə ölkəsinə qarşı beynəlxalq hüququ pozan qüvvələrə qarşı addımlar atmalıdır. Üzeyir bəy, siz hesab edirsiniz ki, İran öz ərazisinə nəzarət edə bilmir. Siz fikirləşmirsiniz, bəlkə elə bu bəhanədir, bəlkə bu bilərəkdən olunur. Çünki balistik raketin, yəni ki Üzeyir bəy, yəni ki çox drone başa düşdü ki, drone belə bir kiçik bir texnik alətə, hərbiçi siz bunu daha yaxşı bilirsiniz. Balistik raket daha qlobal bir şeydir və balistik raketin istifadəsi və balistik raketin atılması məncə bu hakimiyyətdə olan fikirlərin ayrılıdır. Bu ümumi bir əmr verilir. Yəni bu da birbaşa İran hakimiyyətində təmsil olunan şəxslərin nəzarəti altında balistik raket atılır. Drone'un qaldırmasını bəlkə İran nəyə-nəsə bəhanə eləyə bilər, amma bu balistik raket birbaşa, yəni ali rəhbərliyin icazəsi olmadan atıla bilməz. Yəni siz də bunu bilirsiniz. Mən hesab edirəm ki, Üzeyir bəy, yəni bu nəzarət etmir sözünü biraz bəlkə redaktə eləyə və bəlkə də bunlar elə qəsdən bunu edirlər ki, NATO-nu və yaxud da Türkiyəni bura qoşsunlar, müharibəyə qoşsunlar. Bəlkə mən İran hakimiyyəti məncə fikirləşirəm ki, bu nəzarət deyil. Bu birbaşa mənə elə gəlir ki, bilərəkdən və düşünülmüş bir addımdır. Mən belə hesab edirəm. Çünki ola bilsin ki, siz hərbi nöqteyi nəzərdən daha yaxşı peşəkar insansınız. Mən bilirəm sizi, tanıyıram. Sizi illərlə mən bilirəm, tanıyıram. Sizin bütün analizləri izləyirəm. Ancaq bunun bir tədqiqatçı, bir elmi nöqteyi nəzərdən baxanda mən hesab edirəm ki, İran siyasətində bilirəm. Mən əgər ki, Heydər bəy və Üzeyir bəy... Yəni, sizə olunmur ki, İran özü bunu qəsdən məqsəd etsin. Məncə bu nəzarət olunur sözü... İran Türkiyə niyə bura qoşmaq istəyə bilər? İranın məqsədi, marağı nədir bu istiqamətdə? Bilirsiniz, İran, İsrail, Üzeyir bəy yaxşı bilir də. Bugün Türkiyənin özündə kifayət qədər İsraili tənqid edən bir güc var. Yəni, İsraili tənqid edən, İsraili düşmən obrazına yaradan və İranı qoruyan bir güc var. Və hətta Üzeyir bəy sosial mediada özünüz də izləyirsiniz. Hətta onların tanınmış millət vəkillərimi deyək və siyasiləri, ictimai xadimləri, televiziya aparıcıları Azərbaycan əleyhinə çox sayılı fikirlər səsləndirlər və hətta bizi ittiham edirlər ki, siz İsraillə birbaşa əməkdaşlıq edirsiniz. Amma biz də fakt qoyanda ki, Türkiyənin illik büdcəsi 5-6 milyard dolların elə gəliri İsraildən gəlir. Onlar bunu görməzdən gəlirlər. Mən hesab edirəm ki, Türkiyənin bura qoşulması, Türkiyəni bura qoşmaq, məncə elə bilirəm ki, bu da Türkiyədə siyasi hakimiyyətə təzyiq kimi göstərilir. Ola bilsin ki, orada hansısa güclər maraqlıdır ki, Türkiyəni zəifləsin ki, Erdoğan hakimiyyətindən gedə bilsin. Çünki Erdoğanın hakimiyyətdən vurulması, İranın vurması onu göstərə bilər ki, Türkiyənin siyasi hakimiyyəti cəhənnəmə gedən özünə yol açar. Yəni, Türkiyənin siyasi hakimiyyəti gücsüzdür, Türkiyənin siyasi hakimiyyətinin təsir imkanları zəifdir və bu düşüncəni yaradıb, ola bilsin ki, Türkiyədə hansısa bir güclərə hakimiyyət təşkil edə bilər. Çünki bugün ola bilsin ki, bunun da arxasındansa güc durubdur. Yəni, çox güclər var. Bu məsələ elədir ki, çox güclərin oyunu gedir burada. Yəni, mən elə bilirəm ki, Üzeyir bəy, bunun arxasında o güclər var ki, onlar regionu qarışdırıb bu coğrafiyanı bir dəfəli yox etmək istəyirlər. Çox maraqlı fikirlər söylədi Üzeyir bəy, siz də cavab... Aydınlıq gətirim, Heydər bəy. Deməli, mən deyəndə ki, İran vəziyyətə nəzarət etmir. Məsələ burasındadır ki, ötən günlərdə xatırlayırsınızsa, İran tərəfindən belə bir açıqlama var idi ki, İran siyasi rəhbərliyi hərbi komandanlığa müstəqil qərarlar qəbul etmək səlahiyyəti verib, ola bilsin. Yəni, mən bunu nəzərdə tuturdum deyərək. Yəni, biz gəlin unutmayaq ki, bu günləri İranda doğrudan da çox panik bir əhval-ruhiyyə var. Yəni, baxmayaraq ki, müharibə aparırlar. Bəzi hallarda mən deyirəm ki, müharibənin bu istiqamətləri tamam fərqlidir. Şimal hardadır, cənub hardadır. Zaur bəy də bilir, Heydər bəy də, siz də, mən, bütün tamaşaçılar bilir. Məsələ burasındadır ki, İranın öz daxilində də elə, belə deyək, radikal, elə bir, belə deyək də, səhv qərarlar qəbul etmək
həvəsində olan generallar var. Mən Şamxanəni misal gətirirəm, hansı ki artıq dünyasını dəyişdi. Yəni ötən deməli proseslər başlamazdan öncə Şamxaninin verdiyi bəyanatın biri də Azərbaycana yönəlmişdi ki, Azərbaycan ərazisində güya burada Amerikanın hansısa bir qoşunları var, nə bilim hərəkətliyi güya müşahidə olunur. Sonuncu açıqlamalardan da biri deməli Azərbaycan ərazisində güya hansı siyonist qüvvələr var, siyonist qüvvələr Azərbaycan ərazisindən çıxarılmalıdır. Bilirsiniz, biz yorulduq, siz, mən, Heydər bəy, digər dəyərli həmkarlarımız yorulduq deməkdən ki, qardaşım, sən bunu harada görmüsən? Animasiya filmində görmüsən, yuxuda görmüsən və yaxud da ki, konkret istiqamətdə görmüsən, denən biz də bilək. Bəlkə doğrudan da siz haradasa bu siyonistləri görmüsünüz. Bu siyonistlər nə olan, nə mənə şeydir, İranların dili ilə desək ki, nə mənə şeydir. Bunlar harada daxil müəllim? Biz gedək biz özümüz də görək də onlar, əgər varsa da belə bir şey də. Bu bir. İkincisi mən yəni bunu nəzərə alaraq dedim. Yəni Zaur bəy də deyir ki, yəni bu bilərəkdən edilir. Mən yenə də deyirəm, bu raket oyuncaq deyil. Bu raket qurğudan buraxılır. Bunu buraxmaq üçün belə deyək də generallar qərar verirlər. Raket bu hansısa bir güllə deyil, raket bu hansısa belə deyək, tank əleyhinə bombara atan deyil. Bu ballistik raketdir. Özdə təsəvvür edin ki, Qaziantep hardadır? Gedib onun ərazisində deməli bu deməli raket zərərsizləşdirilir. Və nə hədəf haraymışdı Üzeyir bəy? Əgər Qaziantep üzərində bu vurulubsa, yəqin ki bu raketin hədəfi daha başqa bir ola bilsin ki bu İstanbul olsun, ola bilsin bu Ankara olsun. Əgər NATO-nu Qaziantep üzərinə vurulsa, əgər coğrafiyanı biz nəzərə salsaq, bu ola bilsin ki harasa bir çox strateji bir şəhəri vurmağa çalışıblar. Çünki Qaziantep üzərinə vurulubsa, yəqin İranın məqsədi daha qlobal və daha deyək əhalinin çox olduğu və daha bir siyasi bir şəhəri vurmaq niyyətində olublar. Sizcə hansı şəhər ola bilərdi bu? Ehtimal ola bilər. Məncə İran haram birinci dəfə ola bilər. Hansısa bir şəhərin adını çəksək, deyəcəklər Azərbaycanlılar artıq belə deyək də qərar veriblər ki, hansı bilirsiniz Zaur bəy, siz də, mən də, Heydər bəy də hər cümləni maksimum çalışırıq ehtiyatla istifadə edək ki, ehtimal nöqtəsində deyirəm ki, ehtimal ola bilsin ki, bu Ankara olsun, İstanbul olsun. Mənim ehtimalım ola bilsin ki, yəni İstanbul ola bilər olsun, Ankara ola bilsin hansısa bir incilik hərbi bazası olsun, hansısa bir hərbi bazası. Mən demirəm ki, amma məsələ budur ki, Qaziantep'in hesablayanda raket Qaziantep'i hədəfə alsaydı, yəni hesab edirəm ki, daha başqa şey ola bilərdi. Onun üzərində vurulub raket, amma hədəf hara tuşlanıbdır? Məsələ budur ki, indi bunun açıqlanması biz gözləməliyik ki, Türkiyə dövlətindən ki, hədəf hara alınmışdı? Mən sizlə tamamilə razıyam. Ola bilsin ki, yaxın saatlarda qardaş Türkiyə mütəxəssisləri, mən inanıram ki, qardaş Türkiyə mütəxəssisləri bütün bu raketin, balistik raketin o necə deyərlər markasına, hətta onun istiqamətinə, hətta onun hara yönəldilməsi ilə bağlı əlavə məlumat verəcəklər. İndi biz sizlə Bakıda oturaraq bunu desək, bizə deyəcəklər ki, biz sadəcə ehtimal edirik. Bəli, biz demirik ki, belə ehtimal sürürük də. Bəli, bəli. Amma istənilən halda yenə də deyirəm, söhbət balistik raketdən gedir. Yəni balistik raket bu dron deyil. Balistik raket bu hansısa bir xırda silah deyil. Yəni bu raket keçən dəfə də biz dedik ki, iki ölkənin ərazisindən əgər İrandan buraxılırsa, İranla Suriya ərazisini keçməklə Türkiyə ərazisinə də elə deyil Zaur bəy. Məsələ burasındadır ki, bu məsələdə yenə bir səhv ola bilər, iki dəfə yanlışlıq ola bilər. Amma sənin ərazindən keçən dəfə bir hal, indi ikinci hal, kim zəmanət verə bilər ki, 3-4 olmayacaq, kim zəmanət verə bilər ki, sabah daha ağır, belə deyək, belə yerində olmayan bir axmaq qərar ola bilər və bunun daha acı nəticələri ola bilər. Mən başa düşürəm ki, Türkiyəni bu prosesə cəlb etmək istəyirlər. Və onu da bilmirəm, razılaşarsınız deyə razılaşmazsınız. Türkiyə, yəni İranı mən yaxşı xatırlayıram ki, Türkiyə Xarici İşlər Naziri Hakan Fidan elə gün olub ki, ötən həftələrdə, ötən aylarda bir gündə 2 dəfə Abbas Araqçı ilə danışır. 2 dəfə deməli, üzr istəyirəm, Türkiyənin rəsmiləri İranın
müdafiəsi üçün İranı bu vəziyyətdə qorumaq üçün diplomatik çaba göstəriblər. Buyurun Heydər bəy. Amma bu da bir reallıqdır ki, son vaxtlar İranın dost əli uzadanlara o ya dronla ya da raketlə cavab verir. Bu da bir acı bir təsir doğuran reallıqdır. İran artıq öz sözünü deyir və bir daha belə halın təkrarlanmamasını xəbərdar eləyib İrana qarşı. Ümid eləyək ki, yenə də deyirəm, biz müharibəni keçmiş xalq olsaq da, amma biz bir dəfə də olsun nə İran ərazisinə, nə bir ətrafımızda olan qonşu ölkələrin ərazisinə hər hansı bir xətər yetirmədi. 21-ci əsrdə bu cür addımlar bir dəfə səhv ola bilər. Bunu maksimum 2 dəfə səhv eləyə bilərsən. Artıq bu səhvlər silsilə xarakteri alanda insanda müəyyən qənaət formalaşır və mən də fikirləşirəm ki, İran bundan son dəfə ciddi nəticə çıxarmalıdır.